Bu şəkli ekrana yerləşdirməyimin bir səbəbi var. İstəyirəm ki, şəkil vasitəsilə indicə öyrənəcəyiniz ifadə həmişəlik yadınızda qalsın. İfadə belə səslənir. To open one's big mouth. To open one's big mouth. Hərfi tərcümə, yəni sözbəsöz tərcümə etsək, birinin böyük ağzını açmaq kimi tərcümə olunacaq. Bəs əslində bu ifadə to open one's big mouth ifadəsi nəyi bildirir? Çox danışmaq, sözü danışarkən ağızdan buraxmaq, lazımsız əlavə məlumat vermək, adətən lazımsız danışmaq mənasında istifadə olunur. Yəni siz hər hansı bir şeyi soruşmamalıydınız, soruşmağınız yaxşı çıxmır, amma çaşıb soruşdunuz və ya bilərəkdən soruşdunuz, amma doğru bir hərəkət deyildi. Məhz belə bir vəziyyətlər üçün to open one's big mouth ifadəsi istifadə olunur. Cümlədə deyək ki, yadımızda qalsın. Belə bir cümlə qarşımıza çıxa bilər. He opened his big mouth and revealed the secret. Yəni o yersiz danışıb, lazımsız danışıb, sirrin üstünü açdı. Sizə belə bir sual. Have you ever opened your big mouth?